Salam, bugün sizi mənimlə birlikdə çox maraqlı iki məkana, Təbiət Tarixi Muzeyinə və Suraxanı Gəm Muzeyinə aparmaq istəyirəm. Gəzintim zamanı çəkdiyim görüntüləri sizlərlə paylaşmaq mənim üçün çox xoşdur. Təbiət Tarixi Muzeyində ilk baxışdan diqqətimi çəkən oradakı heyvanların nə qədər real görünməsi idi. Elə bil, onların baxışları ilə sənə nəsə demək istəyir. Türküdən tutmuş fillərə, nəhəng quşlardan sürünənlərə qədər hər biri canlı kimi görünürdü. Bu səssiz məkan sanki təbiətin səsini danışırdı. Muzeyin güşələrində müxtəlif təbii mühitlər canlandırılıb. Meşələr, səhralar, sualtı aləm. Daha sonra isə Suraxanı Gəmi Muzeyinə keçdim. Gəminin içində gəzmək, onun tarixini dinləmək çox fərqli bir hissdir. Lövhələr, naviqasiya cihazları, kapitanın otağı, hamısı olduğu kimi qorunub saxlanılıb. Ən çox təsirləndiyim hissə isə gəminin alt mərtəbəsindəki səssizliyin içində sanki dənizin nəfəsini hiss etmək oldu. Bu iki muzey bir-birindən fərqli olsa da, hər ikisi məni başqa dünyalara aparmağı bacardı. Əgər siz də mənimlə birlikdə bu səssiz, amma dərin yolculuğa çıxmaq istəyirsinizsə, videomu izləyin, bəyənin, abunə olmağı və şərh yazmağı unutmayın. Sizlərlə bu hissləri bölüşmək mənim üçün çox dəyərlidir. Hələlik sevgi ilə qalın.